Salam dostlar. Bugünkü dərsimizdə Kubernetes'dəki pod anlayışını, onunla işləmək üçün istifadə olunan Salam dostlar. Bugünkü dərsimizdə Kubernetes'dəki pod anlayışını və onunla işləmək üçün istifadə olunan kubectl əmrlərini, imperativ və deklarativ yanaşmaların nə olduğunu sadə dildə izah edəcəyik. Deməli, keçək pod nədir? Pod Kubernetes'dəki ən kiçik vahiddir. Bir veya bir neçə konteyner ola bilər içində. Bundan ibarət ola bilər. Məsələn, düşünün ki, birdən çox otaqlı eviniz var. Hər otaqda ayrı konteyner. Ev isə pod kimidir. Yəni pod içindəki konteynerlər hamısı eyni evdə qalıb bir-biri ilə asanlıqla ünsiyyət qura bilir və eyni imkanları paylaşa bilir. Yəni bu imkanlarda şəbəkə və yaxud da yaddaş kimi şeylər ola bilər. Podlar müstəqil olub özlərinə aid bir virtual şəbəkə interfeysi və IP ünvan alırlar. Hər bir pod içindəki konteynerlər bir-biri ilə localhost üzərindən əlaqə qururlar. Tutaq ki, pod içində Nginx web server və monitoring konteyneri varsa, bu onlar eyni şəbəkəni paylaşdığı üçün biri digərini localhost IP-si ilə bağlı gələ bilər. Deməli, podlar keçicidir. Keçici dediyimiz yeni bir pod yaradılır, iş görüldükdən sonra silinər və yenidən başladıla bilər. Əgər pod silinərsə, onun içindəki konteynerlər və digər məlumatlar da silinə bilər. Adətən hər podda yəni bir konteyner olur. Çünki təcrübədə çox vaxt bir işi görən konteyneri vahid olaraq qəbul edirik. Amma bəzi hallarda birdən çox konteyner birinə çox bağlı işlər görsə, məsələn, bir konteyner web server, digəri isə onun log fayllarını toplayırsa, eyni podda saxlanılır. Bu halda konteynerlər bir-biri ilə sıx işləyə bilir. Ancaq belə əlavə konteynerlər daha irəliləmiş mövzudur. Əksər hallarda yəni podda bir konteyner olur. Deməli, burada bir podun bir YAML nümunəsini görürsünüz. Bu YAML nümunəsində API versiyon V1 API versiyasını göstərir. Kind pod yazılıb. Burada Kubernetes'in obyektin adını göstərir. Deməli, sonra metadata, burada podun adını vermişik, example pod. Sonra spec containers, burada konteyner siyahısını göstərir. Məsələn, adı Nginx konteynerdir, image Nginx latestdir, portu isə 80 portuna bağlanıb. Yəni HTTP-ni burada göstərəcək 80 portunda. Deməli, kubectl əmrləri ilə tanışdınız. Kubectl əmrlərinə keçək. Keçən dərslərimizdə kubectl əmrləri ilə tanışdınız. Okay. Burada. Start edək. Hər şey qaydasındadırsa start olacaq. Yeni kübümüz. Buradan gəldisə, deməli, okeydir hər şey. Birinci bir kubectl yaradaq. Sürətli bir şəkildə. Nginx adında imajdan olsun. Nginx olsun incidə. Baxın, artıq yaradıldı. Burada bunu
pods deyərək bunun vəziyyətinə baxa bilərik. Deməli bizim yaratdığımız pod budur. Hal-hazırda işlək vəziyyətdədir. Burada podun adı yazılıb. Name podun adıdır. Status running'dir, yəni işləyi 0 dəfə restart olub. Age isə podun nə qədər vaxt yəni yaradıldığını, işlədiyini göstərir. Okay. Sonra podun haqqında necə məlumat ala bilərik? kubectl deməli describe podumuz nə idi? Nginx. Burada podun haqqında detallı məlumat ala bilərsiniz. IP'sidir və digər konteyner ID'si falan filan. Bunların hamısını buradan baxa bilərsiniz. Nəsə bir problem olarsa və yaxud da baxmaq istəsəniz. Deməli, sonra loglara baxa bilərsiniz. Podumuz nə idi? Nginx. Göründüyü kimi hələ ki heç bir problem görünmür. Hər şey yaxşıdır loglarda. Okey, logu dedik, yaratmaq. Başqa nə qaldı? Exit. Burada dərsin qısa olmasını yaxşı. Podumuzun adıdır. Bin başla həmin konteynerin, pod içindəki konteynerin içinə daxil ola bilirik belə. Baxın. Buradakı deməli bu adda Nginx adında konteynerimiz var. Onun içindəki podumuz var. Onun içindəki konteynerə daxil oluruq binbaş şeyli ilə, yəni. Bu 5 kontekstində açırıq. Belə. Başqa deyəcəyim bir şey yoxdur. Başqa nə oldu? Okey. Bu deyəsən qutardı. Burada imperativ və deklarativ mövzusu var. Burada imperativ və deklarativ mövzusu var. İmperativ və deklarativ. Deməli, burada gördüyünüz kimi imperativ bu hissədir, deklarativ bu hissə. Burada bir real həyat nümunəsindən istifadə olunaraq çəkilib. Çox da bence yaxşı bir nümunədir. Deməli, burada imperativ üsul, yəni əmr verici üsuldur. Belə deməkdir. Mənasına gəlir. Okey. Burada bəzi steplər var. Məsələn, burada sizə adım-adım deyir ki, qazanı götür, içinə su dök, ocağın üstünə qoy və 5 dəqiqə gözlə. Yəni, necə elə edirsən, yəni mən dediyim kimi elə bu hissələri, bu prosesləri mən deyən kimi olsun. Amma deklarativ yöntəm elə deyil. Deklarativ yöntəm deyir ki, mən səndən 1 litr su istəyirəm. Bu su 100 dərəcəyə çatmalıdır. Yəni bu qədər. Necə edirsən, hansı cür proseslər edirsən, artıq orasını sən daha yaxşı bilirsən. Mən sadəcə səndən 1 litr 100 dərəcədə qaynadılmış su istəyirəm. İmperativ və deklarativ mövzusu budur. Yəni izahı budur. İmperativ yanaşmada deməli. Bizim yaratdığımız hal-hazırda bir Nginx yaradaq. Bayaq yaratdıq yenə də. Run Nginx adım nə imajını olsun.
Necə olsun, Nginx olsun. Bayaq kimi. MyNginx adında bir kod create olundu. Deməli MyNginx adında bir pod create olundu. Deməli bu və bu artıq bizim imperativ bu və ay ara getdi bu. yöntəmə keçir. Hə. Bu artıq bizim imperativ yöntəminə keçir. Və bu koda Nginx terminali işə saldıq. Yeni pod yaratdıq və bu poda Nginx terminali imagini işə saldıq və buna bu niyə belə edir? Buna bu restart da əlavə edə bilərik ki, hansı məsəl üçün bir dənə olmalıdır. Restart restart nə var? Podun restart siyasətini göstərəcək bu. Yəni bu biraz deploymentə girir. İzah edəcəm onda. Bu parametrlər kubectl run default olaraq deployment qurur. Amma biz sadəcə bir pod istədiyimiz üçün restart never yazdıq. Bu halda kubectl run əmri pod yaradan kimi geri dönüb əmrin işlədiyini bildirir. Baxın, bu da nümunəsi. Sonra okey. Bu qədər. Deklarativ yanaşma. Demək istədiyim buydu. Buradan Başqa deklarativ. Deklarativ yanaşma. Burada bizim deklarativ yanaşmada YAML faylının istədiyini yazsın. Yəni bir dənə YAML faylı yaradırsan. Məsəl üçün application YAML faylı yaradırsan. Burada sistemi hazırda nə var? bu servisi config edirsən özün. Sistemi özü yoxlayır, hazırda nə var. Məsələn, kiçik bir Bu deklarativ Aslında bu yaxşı. Bunu mən bizə Bu deklarativin bir nümunəsidir. Bu da servisdir. Baxın. Obyektdən gördüyünüz Bunu yazdıqdan sonra artıq biz bu da servisdir. Yəni bu obyektdən gördüyünüz kimi servisdir. Bunları da keçmişik. bundan artıq Bu da deploymentdir. Replikası var. Bundan artıq 2 dənə yaradılacaq. Növbəti dərslərdə Bunu da səfərlərimsə izah eləmişəm, eləməmişəmsə də gələcəkdə izah edəcəm. Növbəti dərslərdə deməli 80 portunda da Nginx latest'dədir. Konteyner siyahısı bu qədər. Belə. Adı da Nginx deklarativ olacaq. Bunu necə apply edəcəyik? Baxın, servis, Nginx servis create. fayldakı kodu yarat. Nə varsa Bu əmrlə Kubernetes bildirir ki, bu fayldakı podu yarad, nə varsa güncəllə, əmr uğurla yerinə yetirilsin. Cavab olaraq da bunu bizə geri qaytarır və yazdığımızda biz onu hal-hazırda görmüş oluruq. Baxın, 2 dənə replikası vardı, ona görə 2 dənə yaradılır. İmperativdə Belə. necə edirsən? Sonra deməli imperativdə necə edirsən, onu yəni necə istəyirsən onu deyirsən tək-tək.
əllə idarə olunur. Təcrübə və test üçün yaxşıdır amma. Amma deklarativdə nə istədiyini deyirsən, yəni avtomatik Amma deklarativdə nə istədiyini deyirsən, yəni avtomatik bunu YAML-la yazırsan, real sistemdə yerləşdirmək üçün yaxşıdır. Amma bunların bəzi problemləri var. Deməli, burada daha real Kubernetes'in öz terminolojisindən söhbət edək. Deməli, imperativ üsulda kubectl ilə əmr verirsən. Kubectl create, run, get, delete. Yəni API əlaqəli qururdu da bu sistemlər arasında. API-yə deyirsən get pop yarat, onu sil, hər şeyi əldə edirsən. Bu daha çox qısa uzun ömürlü üçün yaxşı deyil. Deməli, burada deyildiyi kimi, məsəl üçün, bu imperativ üsul ancaq yaxşıdır, deməli, öyrənmək və təcrübə aparmaq və hansı problem tapmaq üçün. Amma deklarativ üsul dediyimiz best practice-dir. Yəni, niyə bu deklarativ üsul yaxşıdır? Avtomatlaşdırma, sistem özünü idarə edə bilir, istənilən vəziyyəti qoruyur. Davamlılıq, xətalar olduqda not çökərsə Kubernetes avtomatik onu bərpa edir. Versiya nəzarəti, konfigurasiya faylları, elə ki, Git kimi sistemlərdə saxlamaq asandır. Bunu izləyib geri qaytara bilərsən. Təkrar emal üçün eyni konfigurasiyanı dəfələrlə tətbiq etsəniz də sistem sonunda eyni vəziyyətə gəlir. Artıq o vəziyyətdədirsə heç nə dəyişmir. Deməli, dərsimiz bu qədər idi. Nəticədə bu dərsdə pod anlayışını sadə şəkildə izah etməyə çalışdım. Gördünüz ki, pod bir və ya bir neçə konteyneri bir arada saxlayan ən kiçik Kubernetes obyektidir. Həmçinin kubectl əmrləri ilə podları necə gözdən keçirə, açıqlama və ya silə biləcəyimizi göstərdik. Sonra isə imperativ və deklarativ yanaşmaların fərqli nümunələrlə izah etdik. Ümid edirəm ki, bu dərs podları yaratmaq və idarə etmək sizə aydın oldu. Hər hansı bir sualınız varsa şərhlərə yazmağı unutmayın. Təşəkkür edirəm, uğurlar.